Bugünkü dərsimiz bizim internetdə çox axtardım, gördüm ki, maraqlı bir dərs çəkim. Deməli, kapslar haqqında olacaq. Yəni internetdə maraqlı kapslar yaradırlar. Siz də bunu yarada bilərsiniz və internetdən istədiyiniz şəklin üzərini tapıb, əgər sizin ideyanız varsa, belə bir kapslar yarada bilərsiniz. Bunun üçün məsəl üçün sizə göstərəcəm. Hal-hazırda mən Hürrəm Sultan filmində, yəni Möhtəşəm Yüzyıl filmində Hürrəm rolunda oynayırdı bu. Məryəm adlı aktyordur, aktrisadır və bunun üzərində göstərəcəm necə kapslar yaratmaq lazımdır. Bunun üçün çox sadədir onu yaratmaq. Deməli, burada kvadrat kəsim var. Baxın. Götürürük. Yeni qat yaradırıq burada və beləcə belə uzun kəsim edirik. Üzərini isə qırmızı ilə doldururuq. Bəli, bunu etdikdən sonra kəsimi yığışdırırıq. Ctrl D basaraq kəsimi yığışdırırıq və daha sonra T-ni basaraq yazımızı yazırıq. Bəli, baxın, balacatdırdım və aşağı çəkərək qoyuram qırmızının üzərinə. Və budur. Artıq bizim kapsımız hazırdır. Yəni özümüzdən ideyanla, yəni əgər ideyanız varsa, siz belə bir şey yarada bilərsiniz. Deməli, Photoshop əgər sizdə yoxdursa, photographer.com saytına girib oradan Photoshopu yükləyə bilirsiniz və belə bir kapslar yaradıb internetdə paylaşıb bu kapslarla tanınmış ola bilərsiniz. Daha sonra belə bir kapslar da var. Yəni qırmızı altda getməmək şərti ilə belə bir kapslar var. Yəni onun üçün girirsiniz, burada işarə var, fikir verirsiniz. Kostyumlardır, basırıq buna və belə burada işarə əmələ gəlir. Daha sonra buranı basaraq və belə bir işarələr var. Yəni yumru seçdikdə shift-i basaraq böyüdürük. Daha sonra move alətini götürüb idarə edirik. Baxın, sonra qoyuruq show transforma və böyüdürük. Enter basaraq yerləşdiririk. Və yenidən T-ni basaraq, yəni ürəyimiz istədiyimiz sözü artıq yaza bilərik burada. Yəni belə bir şeylər də var, edə bilərsiniz. Daha sonra burada başqa bir kostyumlar da var. Məsələn, basaraq bu tezdən buradan yəni fikirlər də eləmək olar. Yəni shift-i basaraq böyüdürsüz. Yəni bunu baxın, bunları pozum rahat olsun. Yəni o bayaq söz idi, yəni demək istədiyi idi. Bayaq demək göyə nəsə deyir, göyə nəsə deyirdi. Bu isə göyə nəsə fikirləşir. Məsəl üçün bunu qoyuruq belə. Yəni yuxarıda bizdə yer yoxdur artıq. Yuxarı qoyulur belə. Artıq burada sözlər yazılır, göyə nəsə fikirləşir. Belə dostlar, əgər çox sadə və balaca bir dərsdir. Yəni əgər sizdə maraqlandırırsa, siz də əgər kapslar yaratmaq istəyirsə Photoshopu yükləyin. Yox, əgər Photoshop sizdə varsa, onda bu kapslardan düzəldin, internetdə paylaşın, tanının. Uğurlar.